Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. İnşallah ki, yaxşı olarsınız. Gələk bugün dilçilimizin əsas bölmələrindən biri olan leksikologiya bölməsinə. Leksikologiya nədir? Leksikologiya deməli dilin lüğət tərkibini öyrənən elmə leksikologiya deyilir. Bildiyimiz kimi dilimiz sözlərdən ibarətdir. Sözlərin də izahlı mənasını harda öyrənirik? Biz leksikologiya bölməsinə. Yəni dilin lüğət tərkibini öyrənən bölməyə nə deyirlər? Leksikologiya bölməsi deyilir. Leksikologiyada nələr keçirilir? Leksikologiada sözün leksik və qrammatik mənası keçiriləcək. Həqiqi və məcazi məna, çox mənalı və tək mənalı, frazoloji birləşmələr, amonimdir, sinonimdir, antonimdir, daha sonra termindir, neologizmdir, arxaizmdir, dialektizmdir. Bunlar haqqında indi biraz məlumat verək. Çünki amonimlər bura niyə yazmamışam? Çünki uşaqlar amonimlər haqqında geniş, bir saata yaxın olan videomuz YouTube kanalımızda yerləşdirilibdir. Əvvəlcədən yerləşdirilibdir. Daha sonra isə qalanlarını da indi aydınlıq gətirəcək qalanlarını da. Gələk nəyə? Sözün leksik və qrammatik mənası. Uşaqlar, sözün leksik və qrammatik mənası nədir? Sözün deməli leksik mənası. Bax, biz bir sözü işlədirik. Bir sözü işlədəndə onun mənasını başa düşürüksə, yəni o məzmununa uyğun olan söz nədir? Onun leksik mənasıdır. Yəni sözün məzmunu onun leksik mənasıdır. Tutaq ki, məsələn, parta. Parta sözü. Parta sözünün leksik mənası nə olacaq sizdə? İndi oturmaq üçün və sait və yaxud da kitab qoymaq üçün bir şagirdlər üçün kitab qoyması, şagirdlərin kitab qoyması və oturması üçün bir vəsait və yaxud da kitab sözü. Nədir? Oxumaq üçün bir vəsait. Xəritə. Xəritə nədir? Dünyanın tutaq ki, şəklini görmək üçün istifadə etdiyimiz, dünyada ölkələrin yerini tapmaq üçün istifadə etdiyimiz bir vəsait. Və yaxud da veto sözü var. Veto sözü. Nədir veto sözü? Veto sözü tutaq ki, hər hansı bir etiraz. Tutaq ki, deyirlər, filan ölkəyə veto qoydu. Yəni, nə qoydu? Etiraz qoydu mənasını ifadə edir də. Bunlar nədir? Sözün leksik mənasıdır. Yəni, sözün mənasında biz nəyi başa düşürüksə, o məzmununda nəyi başa düşürüksə, o sözün leksik mənasıdır. Başa düşdünüz? Okay. Ondan sonra sözün qrammatik mənası nədir? Sözün qrammatik mənası isə uşaqlar, sözün leksik mənasından fərqli olaraq, bax, adında var da bunun, bax, belə yadda saxlayın. Çalışın hər şeyi məntiqlə öyrənin. Adında var ki, bunun qrammatik məna. Yəni ki, qrammatikada biz nə ki keçirik, yəni bir söz haqqında tutaq ki, məsələn, nə deyək? Məsələn, qələm sözü deyək. Qələm sözündə, bax, qrammatikada sizcə, bax, biz bunun nəyini öyrənə bilərik? Məsələn, sualını, məsələn, nə sualına cavab verəcək, eləcə də nitq hissəsini, məsələn, tutaq ki, isimdir və yaxud da cümlədə rolunu öyrənə bilərik. Tutaq ki, məsələn, qələmi gətir. Neyi gətir, nəyi, qələmi. Görürsən, bu zaman nə olacaq? Bu da tamamlıq olacaq. Yəni ki, sözün sualıdır, sözün quruluşudur, hansı nitq hissəsi olmasıdır və yaxud da sözün hansı nitq hissəsi olmasıdır, hansı cümlə üzvü olmasıdır. Bunların hər birini öyrənən bölmə leksikologiyada nə adlanır? Qrammatik, deməli, sözün qrammatik mənası olan hissə adlandırılır. Daha sonra, uşaqlar, keçək nəyə? Keçək, deməli, sözün leksik və qrammatik sözün deməli həqiqi və məcazi mənası. Həqiqi məna nədir? Həqiqi məna deməli sözün ilkin əsas mənası nədir? Onun həqiqi mənasıdır. Bax, ilkin əsas məna nədir demək dedikdə nə başa düşürsüz? Bax, indi bir özünüzə sorğulayın da, nə başa düşürsünüz? Yəni bax uşaqlar, tutaq ki, mən deyirəm dəmir. Dəmir gələndə, dəmir deyəndə sənin ağlına ilk nə gəlir? Bir bərk metal. Bərk metal. Elə, bax, dəmir deyəndə sənin ağlına bərk metal gəlir. Elə, tutaq ki, deyirəm ki, qapı dəmirdəndir. Qapı dəmirdəndir deyəndə, bax, görürsünüz uşaqlar, bu həqiqi mənadır da. Niyə? Çünki həqiqətən qapı dəmirdən ola bilər, dəmir materialından ola bilər. Elə, bax, bu bunun ilkin mənasıdır. Başa düşdünüz? Nə idi? İlkin mənasıdır. Yəni, dəmir sözünün bir növ o ilkin mənasını qoruyub saxlayanda nə olacaq? Həqiqi məna olacaq. Amma o bir növ o ilkin mənadan uzaqlaşır. Daha sonra onun törəmə mənalarına gəldikdə, o zaman nə olacaq? O zaman təbii ki, məcazi mənaya. Tutaq ki, deyirəm ki, dəmir, tutaq ki, iradə. Dəmir iradə. Bax, dəmir iradə yenə də burada dəmir sözü öz bir növ mənasını qoruyub saxlayır. Yəni nədir? Möhkəm. Möhkəm iradə. Görürsünüz uşaqlar. Lakin bu bax bu bərk maddəni qoruyub saxlayır.
Aha. Amma uşaqlar görürsüz, dəmir iradə artıq görürsüz məcazi mənadadır. O ilkin mənasından uzaqlaşıbdır artıq. Bu zaman bu nə olacaq? Bu zamanda bu deməli məcazi məna olacaq. Məcazi mənada deməli işlənən söz olacaq. Və yaxud da deyək ki, qızıl üzük. Həqiqətən ola bilər. Məsələn, üzük nədir? Barmağa taxılan bir əşyadır. Qızıl da nədir? Qiymətli bir daşqaşdır. Yəni ki, qiymətli daşqaş nədir? Deməli, qızıl mənasını ifadə eləyə bilir. Elə? Okey. Bir də gələk mən tutaq ki, deyirəm ki, qızıl payız. Amma uşaqlar görürsüz, bax bu qızıl sözü. Bax burada bunun rəngini özünə gətiribdir. Başa düşdünüz? Qızıl payız deyəndə nədir? Yəni ki, o ağacların o yarpaqlarının saralması da. Bax görürsüz, yenə də bax o qızılı özündə saxlayır. Məsələn, rəngini özündə saxlayır. Amma bir növ görürsüz, o ilkin mənadan uzaqlaşıbdır. Başa düşdünüz? Və yaxud da tutaq ki, deyirəm ki, isti çay, bir də isti münasibət. İstinin ilkin mənası nədir? İsti deyəndə sənin ağlına nə gəlir? Yəni qaynar bir şey də elə bax isti çay. Görürsüz, həqiqi məna. Həqiqətən ola bilər də, qaynar çay ola bilər. Amma isti münasibət deyəndə, yəni sənin o məsələn tutaq ki, bir Allahverdi ilə aranda isti münasibət var. Yəni nə var? Sözümüz mü tutur və yaxud da bir yoldaşlığımız mı olubdu? Ondan irəli gələn bir şeydir. Görürsən, yenə də bu istilik, yəni yaxınlıq var. Gördünüz? Yenə də bu mənanı özündə saxlasa da, lakin bu əvvəlki mənanı bir növ görürsüz, oradan bir növ uzaqlaşma var. Oradan bir növ caymaq var. Başa düşdünüz? Ona görə də deməli nədir? Sözün ilkin əsas mənası onun deməli həqiqi mənasıdır. Sözün sonradan qazandığı məna isə onun nə idi? Onun məcazi mənasıdır. Bəzən ola bilər ki, sən bir sözü iki cür düşünə bilərsən. Tutaq ki, məsələn, ağır adam. Bir də tutaq ki, deyirəm ki, ağır adam deyək. Ağır adam deyəndə nə başa düşürsən? Bir ağır adam çəki cəhətdən olan, tutaq ki, məsələn, Həsəni deyək. Həsən 120 kilodur. 120 kilo maşallah. 120 kilodur. Bu zaman nə olur? Həqiqətən ağır adam olur da. Bir də ağır adam. Yəni ki, o belə məclislərə zada gedirik, o 5-7 Lexus isi gəlir cəmaatdan. Bax o tutaq ki, belə gedəndə nə bilim hər şeyi çox bilmiş danışır, nə bilim belə 100 dilləndirəndə 100 sözdən 1000 kəlməyə cavab verir. Filankəs deyirlər ki, filankəs maşallah olsun, çox ağır adamdır. Əslində pulu var, ona görə ağır adamdır. Onu gedib hər hansı bir kasıb eləsə deyəcəklər cəmaət ağıllı. Yekəxanadır. Ağlı çatmır, yekəxanadır. Deməli, ağır adam deməli bir də nədir? Bir də tutaq ki, 100 sözdən birinə cavab verən adam. Bu zaman nə olacaq? Bu zaman deməli həm də məcazi məna olacaq. Yəni bir sözü sən həm həqiqi mənada, həm də məcazi mənada düşünə bilərsən. Daha sonra uşaqlar gələk çoxmənalı sözlərə və təkmənalı sözlərə. Təkmənalı sözlər nədir? Təkmənalı sözlər bir leksik mənası olan sözlərə nə deyirlər? Təkmənalı sözlər deyirlər. Məsələn, tutaq ki, deyirəm ki, nə deyək? 8. 2-dir. 8. 8 sözü tutaq ki, bir leksik mənası. Bu da rəqəm anlayışını bildirir də 8. Və yaxud da gəmi. Görürsünüz, bunun nədir? Bir leksik mənası var və yaxud da bənövşə. Şimdi yerimizi bilirlər yavaş-yavaş. Bənövşə. Bu zaman bu nə olur? Bənövşə məsələn gül mənasını bildirir də, gül. Bənövşə. Gül, bənövşə, bəndə düşə. Bunlar nədir? Deməli, gül mənasını ifadə edir. Yəni bunun bir leksik mənası var. Sən bunu başqa cür düşünə bilməzsən. Çoxmənalı söz nədir? Çoxmənalı sözlər uşaqlar. Bax, yadınızda saxlayın ki, çoxmənalı sözlər. Yəni bir növ çoxmənalı sözün əsas tapmaq üsullarından biri nədir? O sözü məcazi mənada işlətmək. Məcazilik. Yəni çoxmənalıq deyəndə sənin ağlına ilk gəlməlidir nə? Məcazilik. Yəni bir söz məcazi mənada işlənirsə, o söz çoxmənalıdır. Amma bir söz məcazi mənada işlənmirsə, o sözün belə bir növ öldürsən də o söz çoxmənalı mənada işlənə bilməz. Çoxmənalı sözlər tutaq ki, uşaqlar, baxın, çoxmənalı sözlər dilimizdə bir deməli antonimlərdir. Antonimlər, sinonimlər, bir də çoxmənalı sözlər. Bunlar nə olur? Bunlar eyni nitq hissəsinə mənsub olur. Eyni nitq hissəsinə. Amma tutaq ki, bir dənə amonimlərdir ki, amonimlər fərqli nitq hissəsinə mənsub olur. Deməli, antonimlərdə, sinonimlərdə çoxmənalı sözlərdə eyni nitq hissəsinə mənsub olur. Başa düşdünüz? Nədir? Eyni nitq hissəsinə mənsub olur. Başa düşdünüz? Məsələn, tutaq ki, sənə verə bilər, nə deyək? Deyək ki, bax, elə biraz kənara çıxaq da,
Tutaq ki, deyək ki, bax ədatın tutaq ki, çoxmənalığı ola bilər. Ola bilərmi? Xeyr. Niyə? Çünki çoxmənalı sözlər nədir? Çoxmənalı sözlər əsas nitq hissələri olur. Başa düşdünüz? Əsas nitq hissələrindən olur və əsas nitq hissələrindən də olanda daha çox hansı nitq hissələri ola bilər çoxmənalı sözlər? Bir ola bilər, bir isim, 2 tutaq ki, sifət, 3 feil. Deməli, isimdir, sifətdir, feildir. Bu üç nitq hissəsi çoxmənalı söz ola bilir. Məsələn, isimdən misal göstərək. Deyək ki, məsələn, elə dəmir, tutaq ki, iradə. Bu nə olacaq? Dəmir iradə sözü bu zaman nə olacaq? Bu zaman isim kimi işlənəcək. Burada dəmir sözüdür. Bax, iradə sözü çoxmənalı söz deyil. Dəmir iradə, dəmir sözüdür burada. Çünki ilkin mənadan uzaqlaşan söz dəmir sözdür. Başa düşdünüz? Sifət. Məsələn, tutaq ki, deyirəm ki, sifətdən ola bilər? Daha çox rəng bildirən sözlərə aid ola bilir və yaxud da hər hansı bir dad bildirən sözlərə aid ola bilir. Tutaq ki, deyirəm ki, qara gün. O xalalar yaz bilirsənmi? Qızım da qara günə çıxıbdı. Getdi, getmədi, yetim qara gün çəkdi. Bax, odur, o qara gündür. Və yaxud da deyirəm ki, ağ gün. Ağ gün. Qonşularımın mən haqqında düşündükləri. Tutaq ki, az bə bilirsənmi, filan kəsin oğlu da getdi, ağ günə çıxdı. Yəni, heç o yoxsuz gecələri hesaba qatan yoxdur. Nə bilim, o çəkilən əziyyətləri hesaba qatan yoxdur. Hamı qazandığın pulun dərdində olur. Bunlar nədir? Bu da deməli ağ gündür. Görsən, ağ gün ola bilirmi? Xeyr. O zaman nə olacaq? Deməli, burada sifət deməli məcazi mənada işlənəcək. Və yaxud da qara gün, və yaxud da şirin söhbət. Şirin söhbət. Söhbət. Tutaq ki, bir deyirəm ki, şirin söhbət, bir də deyirəm ki, şirin mürəbbə. Mürəbbə. Xalalar şirin mürəbbəni qoyurlar qabaqlarına. Bu nədir? Həqiqi mənadadır. Başlayırlar şirin söhbət. Onun qeybətini qırmaq lazım. Bilirsən, filan kəsin də oğlunun narkoman çıxdı. Az elə topladığı baldan görmürdünmü? Cəmaət uşağı getbə-gedə həyəcana düşübdü. Bal yoğa bilmir. Bunlar deyirlər ki, filan kəsin uşağını filan kəs oğlum bazarda görübdü, PlayStation oynayırdı. Yəni elə şeylər də var. Məsələn, feili misal göstərmək olar. Xalalar. Özlərindən başqa heç kimi haqlı görmürlər. Feil. Feil, məsələn, tutaq ki, deyirəm ki, donub qalmaq. Donub qalmaq. Qalmaq. Tutaq ki, deyirəm ki, baxın uşaqlar, deyirəm ki, Allah verdi, donub qaldı. Yerində donub qaldı. Bu zaman nə olacaq? Bu, həqiqətən donub qalır? Yox. Bu zaman nə olacaq? Bu zaman, deməli, feil işlənəcək. Feil məcazi mənada işlənəcək. Və yaxud da, tutaq ki, deyirəm ki, işə düşmək. İşə düşmək. Tutaq ki, deyirəm ki, işə düşmək. Filan kəs bir yerdə durmadı, getdi, işə düşdü. Həqiqətən işə düşmək olurmu? Xeyr. Bu quyu deyil ki, buna düşəsən. Elə bu zaman nə olacaq? Bu zaman deməli işə sözü, deməli iş sözü burada nə olacaq? Çox mənalı söz olacaq. Başa düşdünüz? Okay. Daha sonra uşaqlar, gəlin biz burada çoxmənalı sözlər haqqında biraz kitabda olan misallar var. Demək olar testdə olan sözlərin əksəriyyətdə. Yəni bu sözlərin hər birini əzbərləsəniz, burada deməli testlər sözləri də rahatca oxuya bilərsiniz. Başladıq. Deməli, bax burada. Burada nəyə çevirik? Yaşıdan çevirik də, xoşlayıram. Qol sözü. Məsələn, qol sözü çoxmənalı söz kimi işlənə bilər? Bəli, işlənə bilər. Məsələn, tutaq ki, deyirəm ki, bir insanın qolu, bir də nə deyirəm? Bir də deyirəm ki, ağacın qolu. Bu zaman nə olacaq? Çoxmənalı söz kimi işlənəcək. Uşaqlar, yadınızda saxlayın ki, bir sözü qoyub bir sözə keçirəm, üzrünüzü hesab eləyin. Baxın, yadınızda saxlayın ki, bax, sənə normalda, bax, heyvanın gözü, heyvanın gözü. Bir də tutaq ki, nə idi? Adamın gözü. Adamın gözü. İfadəsini versə, bu söz sən çoxmənalı, bax, normalda göz sözü çoxmənalı sözdür. Bax, nə deyirəm? Çoxmənalı söz. Normalda göz sözü çoxmənalı sözdür. Amma heyvanın gözü, bir də adamın gözü ifadəsini sənə versə, desə ki, bu ifadə bir-biri ilə çoxmənalıdır, ola bilməz. Niyə? Çünki hökmən orada bir dənə. Sən nəyə qoşmalısan ora? Bir dənə məcaziliyi qoşmalısan. Başa düşdün? Sənə əgər heyvanın gözü, bir də tutaq ki, bulağın gözü versə, bulağın gözü, bir də heyvanın gözü. Bax, bu iki ifadəni versə, okey. Get bunu götür,
Əlini qoy ürəyin üstünə, get götür nə? Çox mənalı söz. Niyə? Çünki bax burada bulağın gözü nə olacaq? Bulağın gözü ona görə ki, bulağın gözü məcazi mənada işlənir. Həqiqətən bulağın gözü olmur ki, uşaqlar. Sadəcə o bir növ gözə bənzədiyi üçün o bir növ göz sözü o ilkin mənadan uzaqlaşır. O məcazi məniyə qoşulma, üstünə götürməklə deməli nə olacaq? O söz deməli bir növ nə olur? Bir növ məcazi mənalı yəni çox mənalı söz işlənir. Amma sənə tutaq ki, heyvanın gözü və adamın gözünün ifadəsini bax bu iki ifadəni versə, o zaman nə olacaq? Bu söz çox mənalı olmayacaq. Bu söz yəni normal bir söz olacaq. Niyə uşaqlar? Çünki çox mənalı söz bayaqdan 50 dəfə deyirik ki, çox mənalı söz nə olmalıdır? Çox mənalı söz öz ilkin mənasından uzaqlaşmalıdır. Başa düşdünüz? Aha, qol sözü bax, tutaq ki, desəm ki, bax insanın qolu, bir də tutaq ki, nə deyək? Deyək ki, heyvanın qolu. Heyvanın qolu. Bax bu zaman çox mənalı ola bilərmi? İndi özünüz deyin görüm hələ. Yox. Niyə? Çünki burada qol sözü yenə də öz həqiqi mənasını qoruyub saxlayır. Amma ağacın qolu varmı uşaqlar? Yox. Ağacın qolu olmadığına görə bu zaman nə olacaq? Bu zaman deməli çox mənalı söz olacaq. Və yaxud da dil sözü. Dil sözünə gəlin baxaq görək hələ. Nə zaman çox mənalı ola bilər? Bax dil bir insanın dili mənasında, bir də çəkmənin dili mənasında nə olacaq? O çəkmənin o içinə İstilik qoyursan, bax o nədir? O çəkmənin dili deyirlər də ona. O zaman nə olacaq? O zaman çox mənalı söz olacaq. Diş sözü bir darağın dişi mənasında, bir də insanın dişi mənasında çox mənalıdır. Boğaz sözü bir insanın boğazıdır, bir də çəkmənin boğazı ola bilər. Ayaq sözü məsələn kəndin ayağı, bir də nə ola bilər? Bir də insanın ayağı. Görürsüz? Bax o bir növ ayaq sözü öz mənasını qoruyub saxlayır. Ayaq nədir? Ayaq deməli bir növ insanın o bədəninin o alt hissəsini təşkil eləyir da. Kəndin ayağı nədir? Həqiqətən o bir növ kəndin o alt hissəsini əhatə eləyir da. Yəni ki, kəndin bir başı var, bir də ayağı var. Görürsüz? Yəni o forma əlamətini qoruyub saxlayır. Başa düşdünüzmü? Okay. Daha sonra ətək sözü. Ətək sözü nə ola bilər? Bir insanın ətəyi, bir də dağın ətəyi. Görürsüz uşaqlar, yenə də o mənanı qoruyub saxlayır, o formanı qoruyub saxlayır. Amma bir növ yenə də məcazi mənalılıq var. Başa düşdünüz? Baş, insanın başı, kəndin başı, kök. Bir kök, nəsil kök mənasını ifadə edirsə, deyirlər filan kəsin nəsli çox oliqarx nəsildir. O zaman nə olur? Kökü çox oliqarxdır. Pula pul demir. O zaman nə olacaq? O zaman bu zaman bu çox mənalı söz olacaq. Bir də kök. Məsələn 7 yolunda şey olur da. Bir də kök. Ağacın kökü mənasında. Ağacın kökü mənasında olanda nə olacaq? Bu zaman bu da çox mənalı söz olacaq. Başa düşdünüz? Ayaq sözü. Allah bizi də bu oliqarx nəsillərdən eləsin. Uşaqlarımız desin ki, gələcək nəsil desin ki, babam oliqarx olub. Ayaq sözü. Və bir də kəndin ayağı, bir də insanın ayağı, üz sözü. Tutaq ki, deyirəm ki, bir insanın üzü mənasında, bir də südün üzü mənasında. Göz sözü. Bir bulağın gözü, bir insanın gözü. Bax, kitab sözü. Kitab sözü nə olacaq uşaqlar? Kitab sözü olacaq bir həyat kitabı. Həyat kitabı. Bir də tutaq ki, oxuduğumuz kitab. Bu zaman nə olacaq? Çox mənalı olacaq. Niyə? Çünki məcazilik var. Məktəb sözü. Məktəb sözü tutaq ki, ola bilər bir həyat məktəbi, bir də normal bizim getdiyimiz, o dağıtdığımız o məktəb. Daha sonra maşın sözü. Uşaqlar, bəzi dilçilər, bax, deyəndə ki, ay müəllim, maşın sözünün çox mənalılığını mənə de, o dəqiqə başlayırlar, nə bilim, paltar yuyan maşın, nə bilim, sürdüyümüz Lexus maşın, ondan sonra, nə bilim, ət çəkən maşın. Görürsüz uşaqlar, bax, bunlar çox mənalı ola bilərmi? Xeyr. Niyə? Çünki yenə də o ilkin mənasını qoruyub saxlayır. Maşın nədir? Maşın sözünün mənası nədir? Bir şeyi işə salan mənasını ifadə edir da. Bax, ət çəkən nədir? Ət çəkən deməli motor deməli verir o şeyə, işləyir, daha sonra o pəri fırlayır, ondan sonra da görürsüz işə salmaq mənasını ifadə edir. Amma maşın sözünün çox mənalılığı nədən ibarətdir? Bir tutaq ki, deyirəm ki, Leo Messi, Quat. Leo Messi. Tutaq ki, görürsüz deyirlər qol maşınıdır. Bax, görürsünüz nədir? Yəni bir şeyi işə salmaq üçün, yəni təbliğat maşını var, qol maşını var. Görürsünüz bunlar nədir? Yəni Leo Messini ona sən oxşadırsan, Lionel Messini. Bir də maşın məsələn ət çəkən maşın mənasında. O zaman nə olacaq? Bu zaman çox mənalı söz olacaq. Yol, bir həyat yolu ola bilər, bir də getdiyimiz düz yol ola bilər. Və yaxud da kağız sözü. Kağız sözü nə olacaq? Kağız sözü
Tutaq ki, bir kağız, kuğuz, sənət mənasını ifadə edən söz ola bilər. Bir də uşaqlar, kağız hər hansı bizim əlimizdə oynadırıq kağız o mənasını. Sənət, sünət mənasını ifadə eləyəndə bu söz nə olacaq? Bu söz deməli çox mənalı olacaq. Şirin məsələn, şirin mürəbbə, şirin söhbət ola bilər. Acı nə bilim insan, acı nə bilim yemək ola bilər. Daha sonra yuxarı oliqarx təbəqələr var da, yuxarı filan kəsin yuxarılarda adamı var. O zaman nə olur? Məcazi mənada işlənir. Bir də yuxarı mərtəbə olanda bu zaman nə olacaq? Təbii ki, çox mənalı söz olacaq, həqiqi mənada olacaq və çox mənalı bir mənası, həqiqi bir mənası da deməli şey olacaq. Daha sonra alçaq sözü. Alçaq sözü bir alçaq adam mənasını ifadə edir. Bax, alçaq adam. Alçaq adam. Adam. Günümüzdə bizi əhatə edən insanların çoxu. Bax, bir alçaq adam, yəni bəstəboy adam mənasını ifadə edir. Yəni balaca adam mənası. Bir də alçaq, o şərəfsiz, alçaq, nə bilim o şəxsiyyətdən bixəbər olan insanlar. Bu zaman nə olacaq? Bu zaman bu da çox mənalı olacaq. Boz. Məsələn, tutaq ki, deyirəm ki, bir boz adam, yəni o bir növ qaraqabaq adam mənasını ifadə eləyir, seriozunu, bir də boz rəng mənasını ifadə eləyir. Açmaq, məsələn, söhbət açmaq ola bilər, qapını açmaq ola bilər. Daha sonra tutmaq, hər hansı bir əlindən tutmaq mənasını, məsələn, tutaq ki, tutmaq. Bir məsələn, qapını tutmaq, bir də tutaq ki, o kömək mənasını ifadə edən söz kimi ola bilər. Yəni bax belə. Məsələn, tutaq ki, yaymaq. Bir özünüz fikirləşin görün nə kimi mənası ola bilər. Məsələn, tutaq ki, bir yaymaq ola bilər, söz yaymaq, bir də məsələn tutaq ki, xəmir yaymaq. Daha sonra, məsələn, tutaq ki, nə deyək? Udmaq. Məsələn, bir özünüz tapın görün elə. Udmaq. Bir tutaq ki, ola bilər söz udmaq mənasında, o kimsə sənə təhqir edir, nəyəsə görə sözlərini udursan, bir o mənada, bir də tutaq ki, udmaq, yeməyi udmaq, çeynəmək mənasını ifadə eləyir. Daha sonra dəmir sözünü demişdik, polad sözü, məsələn, polad iradə, polad qapı, qızıl sözünü demişdik, ağız sözünü demişdik. Dolu, məsələn, dolu sözü bir tutaq ki, deyirəm ki, dolu adam, yəni kök adam mənasını ifadə eləyir. Bu zaman nə olacaq? Bu zaman dolu adam deyəndə bu zaman bu təbii ki, çox mənalı söz olacaq da. Bir də tutaq ki, dolu qap. Bu zaman nə olacaq? Bu zaman bu da həqiqi mənalı olacaq. Yüksək sözünü demişdik. Yüngül, məsələn, yüngül adam, yüngül tutaq ki, veş. Ağır sözü, məsələn, ağır adam, ağır veş mənasını ifadə eləyə bilər. Uşaqlar, indi gələk burada nəyə? Yəqin ki, başa düşdünüz də hər birini. Buna uyğun olaraq sözləri də siz müəyyən qədər sözləri tapa bilərsiniz. Daha sonra uşaqlar, gələk nəyə? Gələk ondan sonra frazoloji birləşmələrə. Frazoloji birləşmələrlə də bir növ məcazilik var. Bax, deyir ki, frazoloji birləşmələr məcazi mənada olur. Amma bütün məcazi mənalı sözlər frazoloji birləşmə deyil. Nə deyil? Frazoloji birləşmə deyil. Məsələn, bulud ağlayır ifadəsində ağlamaq sözü məcazi mənada işlənib. Frazoloji birləşmə işlənməyibdir. İndi niyə frazoloji birləşmədə işlənməyibdir? Gəlin də onu biz tapaq. Uşaqlar, gələk burada frazoloji birləşmələr var idi. Elə frazoloji birləşmələr azdır. Kitabların elə üstündə izah eləyim sənə, sizlərə. Amma az olmasına baxmayaraq uşaqlar çox böyük bir şagirdlərdə çətinlik yaradır. Bunun üçün də siz müəyyən qədər frazoloji birləşmə lüğətləri var və yaxud da hədəf kitabının sonunda, hədəfin indi nəyə olması o şey var. Hədəf kitabının sonunda frazoloji birləşmələr lüğəti var. Bax, frazoloji amonimlər lüğəti var. Bax, onlarda müəyyən qədər şeylər öyrənə bilərsiniz. Deməli, frazoloji birləşmə nədir? Frazoloji birləşmələr bütövlükdə bir leksik mənanı ifadə edən sözlərə frazoloji birləşmələr deyirlər. Bax, uşaqlar, frazoloji birləşmələr yadınızda saxlayın ki, Azərbaycan dilində iki birləşmə var. Bir, sabit söz birləşməsi var. Sabit. Yəni sabit sözünün mənası nədir? Yəni dəyişməz. Dəyişməz. Bir də tutaq ki, bir də sərbəst söz birləşməsi var. Sərbəst söz birləşməsi. Yəni bu sərbəstdir da, bu istədiyi vaxt ayağa qalxa bilər, istədiyi vaxt gedə bilər. Yəni sabit söz birləşməsini bir təsəvvür eləyin kişi məntiqi, yəni olduğu şeydə qalır. Bir də sərbəst söz birləşməsi. Bir də qadın məntiqi təsəvvür eləyin. Tutaq ki, evdən yorğun arlıq gəlir, işdən yorğun arlıq gəlirsən, baxırsan ki, sən bir dənə məntiqin var da, sənin yorğun arlıq olmağındır. Amma baxırsan ki, tutaq ki, gəlirsən evdə, qadın sənə nə eləmir? Sifət eləyir. O dəqiqə sən fikirləşməlisən. Fikirləşməlisən ki, bu niyə sifət eləyir? Bəlkə səhər-səhər tutaq ki, buna bir xoş söz deməmisən və yaxud da axşam gələndə buna nəsə almamısan, o məzahir deyil. Hər dəfə gələndə fanta alırdım, kola alırdım. Bax, sən indi onu fikirləşməlisən də. Başa düşdünüz? Ona görə sabit söz birləşməsi. Yəni bu adam dəyişməzdir da. Bunu elə kötü kimi qoy ora, elə kötü kimi də qalasıdır. Bu kişi məntiqidir. Bir də sərbəst. Yəni istədiyi vaxt tutaq ki,
dəyişməyi bacaran bir şeydir. Başa düşdünüz? Yəni tutaq ki, bir belə var, bir də tutaq ki, belə var. Nə bilim, belə bax, belə. Bir də belə var. Başa düşdünüz? Aha. Uşaqlar, bax sabit söz birləşməsi frazoloji birləşmələrdir. Bax bunun tərkibində, bunun adında birləşmə olsa da, amma sən frazoloji birləşməni nə götürməyəcəksən? Söz birləşməsi kimi götürməyəcəksən. Başa düşdünüz? Nə götürməyəcəksən? Söz birləşməsi kimi götürməyəcəksən. Frazoloji birləşmələr uşaqlar, bax bütün frazoloji birləşmələr nədir? Bütün frazoloji birləşmələr mürəkkəb feildir. Başa düşdünüz? Bütün frazoloji birləşmələr nədir? Söz birləşməsidirmi? Xeyr. Bütün frazoloji birləşmələr nədir? Mürəkkəb feillərdir. Başa düşdünüz? Aha. Frazoloji birləşmə uşaqlar tərkibcə dəyişmir. Yəni nə deməkdir tərkibcə dəyişmir? Yəni tutaq ki, bax, qulağından asmaq sözünü sən dəyişə bilməzsən. Başa, bunun mənasını sən dəyişə bilməzsən. Qulağından asmaq nədir? Qulağından asmaq tutaq ki, hər hansı bir adam bir adama əsəbləşir, deyir sənin qulağına bir dəqiqə divara mismarlayacağam, qulağından asacağam. Yəni bu nədir? Görürsən, bax dəyişmir bu söz. Başa düşdünüz? Dildə hazır şəkildə mövcud olur. Bir növ dilin hazır məhsullarıdır. Yəni mən keçən videolarda demişdim, bizim bir müəllimimiz var idi universitetdə. Bu adam deyirdi ki, dünyada ən çətin dil Azərbaycan dilidir. Niyə? Çünki heç bir dildə dilotu yemək sözü yoxdur. Sən bunu məsələn ingilis dilinə tərcümə eləsən bir dəxilsiz bir cümlə alınacaq. Başa düşdünüz? Və yaxud da o qarşısındakı onu başa düşməyəcək. Bir dənə bizim millətdir ki, biz bunu başa düşürük. Başa düşdünüz? Aha. Frazoloji birləşmələr deməli yalnız məcazi mənada işlənir. Nədir? Yalnız məcazi mənada olan sözlərdir. Başa düşdünüz? Bax, qulaq asmaq normalda bax tutaq ki, qulaq asmaq deyəndə yəni kimisə dinləmək mənasını ifadə edir də uşaqlar. Qulaq asmaq məsələn tutaq ki, sən kimisə dinləyəndə sən tutub apar qulağını tutaq ki, onu bir divara asmırsan ki, və yaxud da qulağını aparıb ipazordan asmırsan ki, yox. Elə və yaxud da başa düşmək, tutaq ki, sən onu başa düşürsən. Yəni ki, anlayırsan mənasını ifadə eləyir də. Başa düşdünüz? Aha, bax başa düşmək normalda kimisə başına düşmürsən ki, anlayanda kimisə başına düşmürsən ki, yox. Yəni bu nədir? Bu məcazi mənada olan sözlərdir. Başa düşdünüz? Aha. Frazoloji birləşmələr bütöv leksik vahidlərdir. Tərəfləri arasında heç bir sintaktik əlaqə olmur. Bax məsələn, nə deməkdir uşaqlar? Mən deyirəm ki, külək yatdı. Külək yatdı. Nə etdi? Yatdı. Nə? Külək. Görürsüz, bax, bunun arasında nə var? Uzlaşma əlaqəsi var. Amma tutaq ki, deyirəm ki, Adəm Sadiqi cin atına mindirdi. Aha, nə etdi? Cin atına mindirdi. Uşaqlar, yadınızda saxlayın ki, frazoloji birləşmələr bir cümlə üzvü kimi götürülür. Başa düşdünüz? Bir cümlə üzvü kimi götürülür. Məsələn, bax, necə deyirlər? Bax, bu söz mürəkkəb sözdür də. Elə mürəkkəb sözdə sən bunu parçalaya bilərsənmi, ayıra bilərsənmi? Xeyr. Məsələn, tutaq ki, deyirəm ki, günə baxan, biçik yazılır da, baxan, tutaq ki, yetişdi. Nə etdi? Yetişdi. Nə? Günə baxan. Sən bunu günə və baxan sözlərini ayırmırsan ki, eləcə də bax budur. Cin atına minmək nədir? Frazoloji birləşmədir. Elə bax görürsən, Adəm Sadiqi tutaq ki, cin atına mindirdi cümləsində. Bax görürsüz uşaqlar. Bax burada. Nə olacaq? Burada deməli bir cümlə üzvü kimi götürüləcək. Başa düşdünüz? Və sən tutaq ki, burada məsələn tutaq ki, yanaşma əlaqəsindən və yaxud da idarə əlaqəsindən söhbət eləyə bilməzsən. Niyə? Çünki bu bir sözdür da, bir sözdür. Başa düşdünüz? Nə olsun bunun adında sabit söz birləşməsi var. Bayaq mən dedim axı, söz birləşməsi kimi götürmürsən. Bir dənə mürəkkəb söz kimi yanaşırsan buna. Başa düşdünüz? Və sadə cümlə üzvüdür bu. Mürəkkəb söz olmağına mürəkkəb sözdür. Amma nədir? Sadə cümlə üzvüdür. Başa düşdünüz? Aha. Niyə? Çünki sözlə ifadə olunubdur. Sözlə ifadə olunan cümlələr necə olur? Sadə cümlə üzvləri olur da. Aha. Deməli, bütövlükdə bir leksik tərəfləri arasında heç bir sintaktik əlaqə olmur. Bu birləşmələr formaca dəyişə bilir. Formaca dəyişə bilmək nədir uşaqlar? Formaca dəyişə bilmək, yəni qrammatik şəkildə qəbul etdirməkdir. Məsələn, tutaq ki, deyirəm ki, dil otu yemək. Görürsünüz uşaqlar? Bax, qrammatik şəkildə qəbul eləyibdir.
Başa düşdünüz? Yəni nə edir? Formaca dəyişə bilir. Amma bax formaca dəyişmək, yəni qrammatik şəkilçinin nəyə deyilir qrammatik şəkilçi? Sözün formasını dəyişən şəkilçi qrammatik şəkilçilərdir. Yəni deməli frazoloji buradan belə bir qənaətə gəlirik ki, frazoloji birləşmələr formaca dəyişə bilir, amma tərkibcə sən bunu dəyişə bilməzsən. Başa düşdünüz? Deməli tərkibcə dəyişə bilmir, amma formaca dəyişə bilir. Başa düşdünüz? Belə yadda salın, frazoloji birləşmə. Elə bax buradan yadın. Frazoloji birləşmə, yəni formaca bilir, amma tərkibcə bilmir. Başa düşdünüz? Daha sonra əksəriyyəti bir sözlə ifadə olunur. Bəli, uşaqlar, əksəriyyəti bir sözlə ifadə olunur. Məsələn, cin atına minmək nədir? Əsəbləşmək. Və yaxud da ərişdə kəsmək nədir? Ərişdə kəsmək amonim frazoloji birləşmədir. Bir mənası tutaq ki, saman altından su yeritmək mənasını ifadə edir. Yəni ki, gizli şəkildə iş görməkdir. Bir mənası da tutaq ki, nədir? Bir də söhbətə tutmaq mənasını ifadə edə bilir. Başa düşdünüz? O zaman nə olacaq? Görürsən, bir sözlə ifadə olunur. Və yaxud da bax cin atına minməyi dedik. Və yaxud da dilotu yemək nədir? Çox danışmaq. Və yaxud da ağzına su alıb oturmaq nədir? Susmaq. Görürsən, bir sözlə ifadə olundu. Başa düşdünüz? Və yaxud da gözünün acısını almaq nədir? Mürgüləmək. Ürəyinə xal düşmək, şübhələnmək, beli bükülmək. Tutaq ki, nədir? Beli bükülmək. Yəni bir növ qocalmaq mənasını ifadə edir. Başa düşdünüz? Okay. Frazoloji birləşmənin uşaqlar amonimi frazoloji birləşmə olur. Yəni bu frazoloji birləşmənin amonimi də, sinonimi də, antonimi də frazoloji birləşmə olmalıdır. Bax məsələn, tutaq ki, bax burnunun yazdım. Burnunun ucu göynəmək. Uşaqlar, burnunun ucu göynəmək deyəndə sən bunu amonim kimi düşünə bilərsənmi? Yox. Bəzi şagirdlərimiz gedib nə edir? Ay müəllim, düşünə bilirik da. Harda düşünə bilirsən? Ay bala. Bir tutaq ki, deyirəm ki, Həsən soyuqda durdu, burnunun ucu göynədi. Bir də tutaq ki, deyə bilərəm ki, darıxmaq mənasını ifadə edə bilər. Darıxmaq. Bir soyuqda durub burnunun ucu göynəmək uşaqlar nədir? Frazoloji birləşmədirmi? Sən gedib soyuqda durursan, sənin burnunun ucu göynəyir. O soyuq vurur, maroz vurur, burnunun ucu göynəyir. O həqiqi mənalı ifadədir da elə. Bir də tutaq ki, burnunun ucu göynəmək darıxmaq mənasında. Amma bu sözlər frazoloji birləşmənin amonimi ola bilərmi? Yox. Uşaqlar, frazoloji birləşmənin amonimi odur ki, elə hər ikisi frazoloji birləşmə olsun. Məsələn, tutaq ki, deyirəm ki, başa vurmaq. Tutaq ki, bir deyirəm ki, başa vurmaq nədir? Başa vurmaq bir işi bitirmək mənasını ifadə edə bilər. İşi bitirmək. Bir də tutaq ki, deyə bilərəm ki, işi bitirmək, bir də nədir? Kimisə nəyəsə başına qalxmaq. Falan kəsə bir yaxşılıq edirsən, bir 5 manat yaxşılıq edirsən, səhəri gün oradan qayıdıb deyir ki, burnundan pil təpil də gəlsin, sağ falan yerdə 5 manat vermişəm. Verirsən canın azar, yaxşı ilik verirsən, verməyəydin. Bu zaman nə olur? Qalxır başına, qalxmaq. Bu zaman nə olacaq? Görürsən, başa vurmaq, görürsən, burada hər iki mənada nə olur? Məcazi məna olur. O zaman nə olacaq? O zaman deməli, sən bu başa vurmaq ifadəsini nə götürə bilərsən? Frazoloji amonim kimi götürə bilərsən. Və yaxud da söz qoşmaq. Söz qoşmaq mənasında. Uşaqlar, bax, bir düşünə bilərsiniz söz qoşmaq. Tutaq ki, şeir. Həqiqətən sözü bir-birinə qoşmursan ki, burada. Lapet deyir ki, sözü bir-birinə qoşasan. Elə, o zaman nə olacaq? O zaman deməli, məcazi mənada işlənəcək. Bir də söz qoşmaq, tutaq ki, az bə bilirsənmi, filan kəsin də gedəsi Bakıya getdi, Bakıda pozuldu, gəldi. Narkoman oldu, az deyirlər. Bu nə olur? Yəni ki, məsələn, söz qoşsan. Bu zaman nə olacaq? Bu həqiqətən də frazoloji birləşmə olacaq. Və yaxud da can vermək. Tutaq ki, bir deyirsən can vermək, tutaq ki, yağış yağdı, torpağa can verdi. Yəni diriltmək mənasını ifadə edir. Bir də tutaq ki, can verdi, ölmək mənasını ifadə edir. Bax bu sözlər, bax bu can vermək həm bir-biri ilə amonimdir. Həm can vermək ifadəsi həm amonimdir, həm də mənaları bir-birindən antonimdir. Niyə? Çünki amonim söz belə frazoloji birləşmələrin antonimi də, sinonimi də frazoloji birləşmə olmalıdır. Məsələn, tutaq ki, bax, deyirəm ki, xoşu gəlmək, bir də kimisə bəyənmək.
Bəyənmək. Xoşu gəlmək, bəyənmək. Uşaqlar, bu sinonim ola bilərmi? Yox. Niyə? Çünki xoşu gəlmək frazoloji birləşmədir. Bəyənmək də adi bir feildir. Başa düşdünüz? Bu zaman nə ola bilməz? Çünki frazoloji birləşmə deyil. Amma xoşu gəlmək, tutaq ki, ürəyi tökülmək. Ürəyi tökülmək. Tökülmək. Kimisə xoşu gəlir, yəni ondan ötəri ürəyin tökülür. Bu zaman nə olacaq? Görürsünüz, yaxın mənalı ifadələrdir. Nə olacaq? Frazoloji birləşmənin sinonim olacaq. Və yaxud da tutaq ki, deyirəm ki, xoşu gəlmək, bir də zəhləsi getmək. Zəhləsi getmək. Bu zaman nə olacaq? Bunlar bir-biriyle antonim olacaq da. Çünki zəhləsi getmək də frazoloji birləşmədir. Xoşu gəlmək də frazoloji birləşmədir. Xoşu gəlmək müsbət mənalı bir sözdür. Zəhləsi getmək də kimisə yəni nifrət etmək mənasını ifadə eləyəcək. Bunlar da nədir? Baxırsan ki, həm bir-biri ilə əksdir, həm də hər ikisi frazoloji birləşmədir. O zaman nə götürəcəksən? O zaman deməli frazoloji birləşmə kimi götürəcəksən. Uşaqlar, yadınızda saxlayın ki, olmaq, etmək, bilmək kimi feillər frazoloji birləşmə əmələ gətirmir. Çox nadir hallarda gətirir. Məsələn, tutaq ki, baxın, ağciyər olmaq. Bax, bu söz frazoloji birləşmədir. Ağciyər olmaq frazoloji birləşmədir. Niyə? Çünki qorxmaq mənasını ifadə edir. Deyirlər, filan kəs deyirik, ağciyərdir. Yəni nədir? Qorxaq mənasını ifadə edir. Amma ondan qalan bir çox sözlər var ki, oldu, etdi, bildi, qıldı. Məsələn, bu kitabda burada var idi bu. Məsələn, deyir ki, kömək etmək, adam olmaq, yaza bilmək, dərk etmək. Bunlar frazoloji birləşmə deyil. Çünki niyə? Olmaq, etmək, bilmək, bunlar nə eləyə bilmir? Amonim frazoloji birləşmələr ümumiyyətcə əmələ gətirmir. Bəzi hallarda əmələ gətirir uşaqlar. Məsələn, tutaq ki, bax, dili gödək olmaqdır, yiyəlik etməkdir, baş qaxıncı etməkdir, başı bədəninə ağırlıq etməkdir. Bu kimi ifadələrdə olur. Bunlar da deməli sizdə də çox düşməyən bir şeylər olacaq yəqin ki. Çünki daha çox mix səviyyəsində olan şeylərdir. Əzbərləməkdə xeyir var, bəli, var. Amma deməli çox da düşə bilməyən bir şeylərdir. Daha sonra uşaqlar gələk nəyə? Gələk sinonimlərə, antonimlərə, bir də biraz da terminlərdən falan danışaq, videomuzu yekunlaşdıraq. Çox mənalı sözlər, sinonimlər nədir uşaqlar? Sinonimlər bildiyimiz kimi yaxın mənalı ifadələrdir. Deməli, yazılışı və deyilişi müxtəlif, lakin mənaları yaxın məna olan sözlərə nə deyirlər? Dəqiq üzr istəyirəm. Deməli, yazılışı və deyilişi nə deyirdim? Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və yaxın mənaları ifadə edən sözlərə sinonimlər deyirlər. Sinonimlər nədir uşaqlar? Məsələn, tutaq ki, bax görürsən ürək. Buna uyğun olaraq könül var. Bir də qəlb var. Qəlb sözü var. Ürək var, könül var, qəlb var. Bunları görürsünüz, hər birinin yazılışı nədir? Müxtəlifdir da. Bu ürəkdir, könüldür, qəlbdir. Hər birinin yazılışı müxtəlifdir. Müxtəlif hərflərdən istifadə olunubdur. Amma görürsünüz, hər üçünün də mənası nədir? Eynidir. Bax, ürək sözü də deməli nədir? Yəni insanın bir növ ürəyidir. Könül sözü də ya deyilərik. Bu da bir növ insanın ürəyidir, könlümə düşüb, yəni ürəyimə düşüb mənasını. Bir də qəlb sözü də nədir? İnsanın ürəyi mənasını ifadə edir. Bunları görürsünüz nədir? Hər biri deməli müxtəlif mənalı, müxtəlif deməli yazılışda olsa da hər birinin mənası eynidir. Ümumiyyətlə yadınızda saxlayın ki, uşaqlar, sinonimlərin dilimizdə xidmətini danmaq olmaz. Daha çox bədii ədəbiyyatlarda istifadə olunur. Yəni bir növ nə edir? Məsələn, tutaq ki, əgər sinonimlər olmasa, dildə yersiz təkrarlar olar. Məsələn, tutaq ki, deyirəm ki, iri, yekə, bir də böyük. Məsələn, mən bir dənə cümlə qururam, içində böyük sözü olur və başlayıram 2-3 dəfə böyük sözünü təkrarlamağa. O zaman deməli dildə cəmaət məni dinləyən auditoriya məni bir növ dinləyəndə yoxsu gəlməzmi? Yoxsu gələr də. Amma mən bir dəfə böyük sözünün yerinə yekə sözünü istifadə eləsəm, bir dəfə nə bilim hündür sözünü, bir dəfə iri sözünü istifadə eləsəm, o zaman nə olacaq? O zaman deməli nitqim daha bəlağətli olacaq. Ona görə də deməli sinonimlərin xidmətini dilimizdə danmaq olmaz. Sinonimlər deməli iki yerə bölünür. Bir leksik sinonimlərdir, bir də qrammatik sinonimlərdir. Leksik sinonimlər nədir uşaqlar? Leksik sinonimlər mənaları əsas nitq hissəsi olan sinonimlərdir. Bax məsələn tutaq ki, deyirəm ki, eynək, bir də çeşmək. Bu nədir? Bunlar deməli leksik sinonimlərdir. Bir də tutaq ki, qrammatik sinonimlər var. Qrammatik sinonimlər nədir? Qrammatik sinonimlərdə mənaları nə olanlardır? Köməkçi nitq hissəsi olanlardır. Bax tutaq ki, deyirəm ki, kimi, qədər.
Tutaq ki, deyirəm ki, uşaq qədər oxumur, uşaq kimi oxumur. Bax, bunlar da nədir? Qrammatik sinonimlərdir. Niyə? Çünki mənalarında nə var? Köməkçi nitq hissəsi var. Yadınıza saxlayın uşaqlar, köməkçi nitq hissələrində sinonimlər nə olur? Sinonimlərdə antonimlər çox mənalı sözlərdir. Bir daha deyirəm, eyni nitq hissəsinə mənsub olur. Nə olur? Eyni nitq hissəsinə mənsub olur. Başa düşdünüz? Okay. Eyni nitq hissəsinə mənsub olacaq bu sözlər və eyni nitq hissəsinə mənsub olmasından tutaq ki, sənə testlərə belə bir sual verə bilərlər. Ədat tutaq ki, bağlayıcı ilə sinonim ola bilər. Ola bilərmi? Məsələn, tutaq ki, sənə canı verər. Ca üstü 2-ni verər. Deyər ki, bu tutaq ki, bağlayıcı ilə sinonimdir. Ola bilərmi uşaqlar? Xeyr, təbii ki, ola bilməz. Niyə? Çünki ədat başqa nitq hissəsidir, bağlayıcı da başqa nitq hissəsidir. Bu zaman nə ola bilməz? Bu zaman deməli sinonim ola bilməzdir. Başa düşdünüz? Okay. Hə, ədat başqa nitq hissəsindən amonim ola bilər. Çünki niyə? Amonimlər müxtəlif nitq hissəsindən mənsubdur. Amma sinonim ola bilməz. Və yaxud da ədat başqa nitq hissəsindən antonim ola bilməz. Başa düşdünüz? Aha. Bir də tutaq ki, deməli uşaqlar, dilimizdə sinonimlər. Bir mütləq sinonimlər var, bir də nisbi sinonimlər var. Daha çox sizə lazım olmayan bir şeylərdir, amma adını yadda saxlaya bilərsiniz, çünki sizdə nə gedir? Yəni öyrənmək asan bir şeydir. Mütləq sinonimlər nədir? Hər zaman bir-birini əvəz edən sinonimlərdir. Tutaq ki, deyirəm ki, çeşmək elə eynək çeşmək. Məsələn, bunlar görürsünüz, pastayanı bir-birini əvəz eləyə bilər. Amma tutaq ki, bir deyirəm ki, ürək, könül, qəlb. Ürəyi ağrıyır, məsələn, könlüm ağrıyır deyə bilmirsən. Başa düşdünüz? Bu zaman nə olacaq? Bunlar da nisbi sinonimlər olacaq. Antonimlər də elə eyni ilə bunu kimidir. Bir də nələr sinonim ola bilməz, onu deyim sizə. Eyni köklü sözlər. Məsələn, tutaq ki, deyirəm ki, məsələn, nə deyək? Deyək ki, vəfasız, bir də bivəfa. Vəfa. Bunlar sinonim ola bilməz. Niyə? Çünki bunların kökü eynidir. Bax, bunun da kökü vəfadır. Bunun da kökü vəfadır. Başa düşdünüz? Bunun da kökü vəfa olduğu üçün nə ola bilməz? Sinonim ola bilməz. Deməli, eyni köklü sözlər nə ola bilməz? Sinonim ola bilməz. Başa düşdünüzmü? Aha. Və yaxud da, tutaq ki, deyirəm ki, vəfasız, bir də vəfası olmayan. O zaman bu sinonim ola bilərmi? Xeyr. Niyə? Çünki vəfasız sözü sifət olacaq. Vəfası olmayanda nə olur? Feili sifət olur. Feili sifət olanda nə olur? Biri deməli feil olur, biri sifət olur. Bunlar da eyni hissəsində olmayacaq. Ona görə də sinonim kimi işlənə bilməz. Ondan sonra başlayaq uşaqlar nəyimizə? Antonimlərə. Antonimlər nəyə deyilir? Antonimlərdə elə eyni ilə sinonimlər kimidir. Yəni eyni hissəsinə mənsub olur. Lakin bir dənə fərq harda var? Bir dənə fərq ondan ibarətdir ki, antonimlər nə eləyə bilmir? Bir-birinin əksi olan sözlərdir. Məsələn, tutaq ki, dağ, dərə. Məsələn, dağ ən yüksəyi bildirir, dərə ən aşağını bildirir. Aşağı, yuxarı və yaxud da geniş, enli. Bu kimi sözlər nədir? Bu kimi sözlər deməli antonimlərdir. Bir də onu yadınızda saxlayın ki, uşaqlar, şirin sözü var. Şirin, bir də şəkər. Şəkər sözü. Bunlar deməli testdə tez-tez düşən sözlərdir. Bunlar sinonim deyil. Niyə sinonim deyil? Çünki şirin sözü sifətdir, şəkər sözü də isimdir. Şəkər, qənd mənasını ifadə edir. Üzr istəyirəm. Qənd mənasını ifadə edir. Ona görə də nə olacaq? Biri isim, biri də sifət olduğu üçün sinonim ola bilməzlər. Başa düşdünüz? Antonimlər nə idi? Antonimlər deməli bir-birinin əksini ifadə edən sözlərdir. Antonimlər deməli bədii ədəbiyyatlarda daha çox təzadlar da deyirlər buna. Lakin bütün təzadlar nə deyir? Antonimlər deyil. Məsələn, tutaq ki, ədəbiyyatda olan təzadla antonimi qarışıq salmaq lazım deyil. Niyə? Məsələn, tutaq ki, bax, getmək, bir də getməmək. Getməmək sözü var. Məsələn, getmək sözü var. Get sözündən məqmək. Deməli, nədir? Təsdiqdədir. Getməmək. Bu da nə olacaq? Bu da inkarda olacaq. Bunlar bir-birindən təzad təşkil edə bilər. Ədəbiyyatda olan təzad təşkil edə bilər. Amma bunlar bir-birindən amonim ola bilməz. Niyə uşaqlar? Çünki bunların kökü eynidir. Başa düşdünüz? Kökü eyni olan sözlər antonim ola bilməz. Eyni hissəsinə mənsub olmayan sözlər antonim ola bilməz. Antonimlər də deməli bir-biri ilə eyni hissəsində olmalıdır. Bir də kökü eyni olmalıdır. Və yaxud da tutaq ki, deyirəm ki, vəfalı və yaxud da deyirəm şərəfli deyəcək soy müəllim, elə sizdə. Bir də şərəfsiz. Görürsünüz, bir-birindən təzad təşkil eləyir. Amma bir-birindən antonim deyil. Niyə? Çünki kökləri eynidir. Başa düşdünüz? Okay. Understand? Yes. Daha sonra, dilimizdəki sözlər bir ümumləşik, bir də ümumləşik olmamaq xüsusiyyətinə görə iki yerə bölünür. Yəni dilimizdəki sözlər anlaşılıb anlaşılmamasına görə iki yerə təsnif etmək olur. Bunlardan biri ümumləşik olan sözlərdir, digəri isə ümumləşik olmayan sözlərdir. Ümumləşik olan sözlər nəyə deyilir? Ümumləşik olan sözlər mənası hamı tərəfindən başa düşülən və anlaşılan sözlərdir. Məsələn, tutaq ki, qutu sözü. Qutu. Gündəlik dilimizdə 50 dəfə işlədirik. Məsələn, qutu nədir? Hər hansı bir şeyi qoymaq üçün kauçukudan olan hazırlanan bir şey.
Qap. Başa düşdünüz? Aha, amma mənası hamı tərəfindən anlaşılmayan və başa düşülməyən sözlər nəyə deyilir? Deməli, ümumilik olmayan sözlər deyilir. Ümumilik olmayan sözlərə aid olan məsələn terminlər. Termin və yaxud da tutaq ki, neologizmlər, neo yazaq eləcə, arxaizmlər, arx yazaq, daha sonra dialektizmlər, bunlardır. Başa düşdünüz? Terminlərdir, neologizmlərdir, arxaizmlərdir, dialektizmlər. Terminlər nədir? Terminlər deməli müxtəlif peşə sahəsinə aid olan sözlərdir. Məsələn, mənim nənəmə aparıb leksikologiya sözünü versən, deyəcək, bala mənə söyürsənmi? Amma tutaq ki, leksikologiya sözünü tutaq ki, gətirib mən sizlərə versəm, siz deyəcəksiniz, ay müəllim, lüğət haqqında bəhs eləyin, elmdir. Başa düşdünüz? Neologizmlər, terminlər deməli, hər hansı bir peşəni bildirən sözlərdir. Hər hansı bir peşəyə yaxınlığını bildirən sözlərdir. Məsələn, dilimizdə elə sözlər var ki, termin olub da amonim ola bilər. Məsələn, tutaq ki, xəbər sözü. Xəbər sözü bir Xəzər xəbər mənasını ifadə eləyər. Bir də tutaq ki, xəbər sözü ifadə eləyə bilər. Nəyi? Xəbər. Hər hansı bir kiməsə söz aparıb gətirmək mənasını ifadə edə bilər. Və yaxud da say sözü. Say sözü tutaq ki, bir saymaq mənasını ifadə edə bilər. Bir də nə ifadə ola bilər? Bir də tutaq ki, say, nitq səsi kimi. Zərf sözünü ilə misal göstərmək olar. Amma dilimizdə elə sözlər var ki, daha çox yalnız və yalnız termin kimi işlənilən sözlərdir. Məsələn, tutaq ki, finikas sözünü misal göstərmək olar, finikas sözüdür. Və yaxud da elə mübtəda sözünü misal göstərmək olar, mübtədadır. Və yaxud da metafor sözüdür. O sözün yazılışı metafor, m-e-t-a-f-o-r deyil. Metafordur. Başa düşdünüz? Yeni yazılış qaydasına əsasən metafordur. Yazın, qeyd eləyin. Daha sonra deməli, məsələn, dilimizdə elə sözlər ola bilər ki, həm termin olub, həm də ümumilik olan söz mənasını ifadə edə bilər. Məsələn, güc sözü. Güc bir tutaq ki, fizikada olan termin mənasını ifadə edə bilər. Bir də tutaq ki, güc sözü insanın gücü mənasını. Amma bu söz nə deyil? Amonim söz deyil. Başa düşdünüz? Güc sözü amonim söz deyil. Bunu da bir yere yazın, qeyd eləyin, çünki düşə bilər. Başa düşdünüzmü? Daha sonra neologizmlər nədir? Neologizmlərdə eyni nitq hissəsini, yəni çağdaş dövrümüzü ifadə etdiyi sözlərdir. Yəni bir növ o kompüter, məsələn, yetar say sözüdür və məsələn, sayt sözüdür. Bir çox sözlər var ki, artıq deməli nədir? Neologizm ola bilər. Neologizmlər nədir? Yəni yeni dövrün tələblərinə ayaq uyduran sözlərdir. Başa düşdünüz? Yəni bir növ neologizmdə məsələn ümumilik söz ola bilərmi? Bəli, ümumilik söz ola bilər. Məsələn, sənə sayt sözünü versələr, normalda sən bu sözü 2000-ci illərdə versəydilər, sən bunu neologizm kimi götürə bilərdin. Amma hal-hazırdakı dövrümüzdə görürsünüz, bir növ da ümumilik söz halına gətiribdir. Başa düşdünüz uşaqlar? Məsələn, sənə bir növ 2010-cu illərdə, nə bilim, tutaq ki, 2009-cu illərdə notebook sözünü versəydilər, deyəcəklər, bu nə idi? Yəni neologizm da yeni sözdür. Amma bir növ onlar da nə edə bilər? Onlar da bir növ ümumilik sözə yavaş-yavaş da arxaizmlərə çevrilə bilər. Arxaizmlər nədir? Arxaizmlərdə bir növ köhnəlmiş sözlərdir. Yəni dövr, yəni bir növ dövrdə, müəyyən bir dövrdə öz ümumilik xüsusiyyətini daşıyıb, lakin həmin dövr sona çatdıqdan sonra bir növ tarixə qovuşan sözlərdir. Uşaqlar, dilimizdə bir arxaizmlər var, bir də tarixizmlər var. Tarixizmlər nədir? Tarixizmlər müxtəlif, yəni əslində alt-üstü ikisi də eyni bir şeylərdir. Yəni bunun ikisini də fərqləndirmək mənə görə çox nətər deyim, belə bir növ ağılsızlıq kimi gəlir. Sadəcə amma ağa deyir, sür dəriyə, sürmək lazımdır dəriyə. Bax, məsələn, arxaizmlər nədir uşaqlar? Bir tarixizmlər var, bir də arxaizmlər var. Bunların arasında fərq nədir? Əksində ikisi də tarixə qovuşan sözlərdir. Sadəcə tarixizmlər müəyyən bir dövlətçiliklə bağlı olub, yəni müəyyən bir dövrdə işlənilən sözlərdir. Başa düşdünüz? Müəyyən bir dövrdə işlənilən sözlərdir. Lakin o dövr bitdikdən sonra artıq o söz elə tarixdə qalıbdır, onun bir qarşılığı yoxdur. Başa düşdünüz? Qarşılığı yoxdur. Tutaq ki, bax, məsələn, vergi adları. Töycü deyək. Töycü nə idi? Deyəsən, səhv eləmirəmsə, tarixdə oxuduğuma görə qədim dövlətlərdə döyüşçülərə verilən, 3-cü qruplar məndən yaxşı bilir, mən neçə il bundan əvvəl, 10 il bundan əvvəl oxumuşam. Töycü sözü nədir? Töycü sözü tutaq ki, deməli, döyüşçülərə vermək üçün torpaq, pay torpaq mənasını ifadə edir. Bu nədir? Bax, bu tarixizmdir. Niyə? Çünki tarixdə qalıbdır. Bu dəqiqə bunun qarşılığı yoxdur. Başa düşdünüz? Amma arxaizm nədir uşaqlar? Arxaizm də müəyyən bir dövrdə işlənibdir. Ümumilik söz olubdur. Amma o dövr qurtardıqdan sonra bu söz artıq işlənmir. Bunun yerinə başqa bir söz gəlir. Məsələn, tutaq ki, İraq sözü. İraq sözü nədir uşaqlar? İraq sözü tutaq ki, uzaq mənasını ifadə edir.
o dövrdə İraq sözü nə idi? Uzaq mənasını ifadə edirdi. Uzaq yerinə o dövrdə İraq kəlməsini işlədirdilər. Bu dövrdə də uzaq mənasını ifadə edir. Başa düşdünüz? Bunlar nə olacaq? Bunlar da deməli arxaizmlər olacaq. Demək, bir sözün qarşılığı indiki dövrümüzdə, yəni bir sözün yerinə başqa bir söz işlənirsə indiki dövrümüzdə o söz nə olacaq? O söz deməli arxaizm olacaq. İşlənmirsə o söz nə olacaq? O söz deməli tarixizm olacaq. Tarixizmlər əsasən dövlətçiliklə bağlı olan sözlərdir. Məsələn, hər hansı bir pullarda olan sikkələr ola bilər. Məsələn, Abbasıdır və yaxud da dirhəmdir, bu kimi sözlərdir və yaxud da hər hansı bir şey deyək də, məsələn, vergi adları ola bilər. Bundan sonra məsələn, dəbilqədir. Bax görürsüz və yaxud da hər hansı bir tarixə qovuşmuş sözlər. Bunları misal göstərmək olar və sair kimi sözləri misal göstərmək nə eləyər? Olar. Bir də dialektizm var. Dialektizm də nədir? Müxtəlif deməli yerlərin, müxtəlif bölgələrin deməli dialekt və şivələrini, yəni bir növ ləhcələrin özündə əhatə edən sözləri misal göstərmək olar. Məsələn, tutaq ki, Hancarısan. Hancarısan. Bizim indi buralarda göl kətləri var. Göl kətlərin bu ləhcəsidir ki, Hancarısan. Yəni necəsən mənasını ifadə eləyir. Necəsən. Hə, necəsən mənasını ifadə eləyəcək. Başa düşdünüz? Və yaxud da arı sözü var. Arı sözü. O dövrdə təmiz mənasını ifadə eləyirdi. Bir də yox, bu köhnəlmiş sözdür deyəsən. Hə, bu köhnəlmiş sözdür. Üzr istəyirəm. Bu dövrdə də nədir? Təmiz mənası, heyvan mənasını ifadə eləyir. Və yaxud da köhnəlmiş sözlərdə dəli var. Dəli deməli o dövrdə şey mənasını, köhnəlmiş sözdür. Ha, o dövrdə deməli igid mənasını ifadə edir. Bu dəfə burada ağıldan kəm mənasını ifadə edir. Başa düşdünüzmü uşaqlar? Məsələn, doqqaz sözü. Doqqaz. Doqqaz sözü nədir? O dövr, məsələn, bu dəqiqə liboy bir yerdə işlənir. Bu söz bölgələrimizdə işlənir. Məsələn, şeydə elə bizim bölgədə məsələn bu göyçəllər işlədirdi o vaxtı. Bizim göyçəlikdə göyçəllər məsələn mənim nənəm işlədir, doqqaza çıxma. Küçüyə çıxma mənasını ifadə edir. Başa düşdünüzmü uşaqlar? Belə sağ olun uşaqlar. Allah amanında. Amonimlərlə bağlı da videomuz kanalımızda var. Kanalımıza bir dənə sizdən xahişim odur ki, bir dənə like atarsınız, bir dənə də nə edərsiniz? Yorum yaza bilirsinizsə yorum yazarsınız. Bir xoş söz mənə elə gəlir ki, bir dənə xoş sözü hak eləyir videomuz. Başa düşdünüz? Biz də 06-dan 07-dən bir şeydən alaq. Bizim gözümüz yüksəklərdə deyil. Nəmli qıslarda, qalanva genlərdə deyil. 06-07 oldu bəsdir. Sağ olun, Allah amanında. İnşallah gələn videolarımızda görüşərik.